insana düzgün tərbiyə verilsə, bu zəiflik və asıllıq qüdrət və müstəqilliyə çevriləcək. Valideynlərin vəzifəsi övladlarını qüdrət mənşəyinə bağlamaqdır. Hər şeydən müstəqil edib, qüdrət mənbəyinə bağlatmaqdır uşağı. Müəyyən yaşa qədər uşaq ata-anasını mütləq mənada qüdrət sahibi hesab edir. Müəyyən yaşa qədər belə davam edir. Müəyyən yaşa çatdıqdan sonra anlayır ki, onlar mütləq qüdrət sahibi deyirlər və başlayır qüdrət axtarmağa. Belə məqamda uşağa düzgün istiqamət verilsə, uşaq qüdrət mənşəyinə, qüdrətin həqiqi mənbəyinə üst tutar. Doğrudan da psixoloqlar da bunu təsdiq edir ki, uşaq müəyyən yaşa qədər hər şeyə qadir hesab edir ata-anasını. Məsələn, belə təsəvvür eləyək, neçə ton yük, məsələn, bir kamaz gəlib onun oyuncağının üstünə çıxsa, o atasından tələb eləyər ki, onu çək kənara. Atası desə ki, mənim gücüm çatmır, inanmaz. Elə bilir ki, valideyn hər şeyə qadirdir. Sonra tədricən görür ki, yox, ata-ana da heç də hər şeyə gücü çatmır. Qüdrəti təsəvvür elədiyim qədər deyil. Onda uşaq pərişan olur. Pərişan olur və burada uşağa qüdrət mənbəyini göstərmək lazımdır. Tərbiyəni elə aparmaq lazımdır ki, məhz bu məqamda məyusluğa düçar olmasın, ümidsizliyə qapılmasın, qüdrətə üst tutsun. 7 yaşdan namaz qılsın deyirlər uşaq, vacib deyil axı şəriətlə. Amma deyirlər 7 yaşdan namaz qıldırın. Niyə görə? Təlim eləyir uşağa, qüdrəti tədricən tanıtdırır ki, hansı qüdrətə sən üst tutmalısan? 7 yaşdan anladır bunu. Qüdrəti tanıtdırır ki, onu pərişanlıqdan, ümidsizlikdən qutarsın. Elə olmazsa, uşaq hər şeyə bağlanacaq və zəif və zəlil olacaq. Uşaq qüdrət mənbəyini tapmasa, nəyə gəldi bağlanacaq? Və bu bağlılıqlar insanın evini yıxır. İnsanı bərbad vəziyyətə salır, mənəvi baxımdan. Hər şeyə bağlanan insanlar ömürlərini qəm-qüssə içində yaşayır, qorxu, stres içində yaşayır. Nadanlıq, acizlik halında olurlar. Necə bədən zəifləyəndə müxtəlif xəstəliklər insanın bədəninin sorağına gəlir, bədən zəifləyən kimi. İnsan tez yoluxur. Ruh da belədir. Ruh zəif olanda 100 cür mənəvi dərdə düçar olur. 100 cür dərdə mübtəla olur. Din proqram təqdim edir insana ki, insanı qüdrətə çatdırsın. Müstəqil insan formalaşdırsın. Azad insan formalaşdırsın. Allahın acığı gəlir bağlılıqlardan. Allahın ən xoşuna gəlməyən şey insanın bağlılıqlarıdır. Allah birini bir şeyə bağlı görəndə imtihanlarla qopartmağa başlayır, ayırmağa başlayır. Allahın bundan başqa işi yoxdur insanla. Hey, ümid elədiklərindən qopardır insanı. İmtihanlar belə olur. Nəyə arxalanırsan, biri görsən onu vurur. Nəyə söykənirsən, ona zərbə vurur.
Özü də deyir ki, İzzət və cəlalıma and olsun ki, bəndən məndən başqa nəyə ümid eləsə, ümidini puç eləyərəm. Öz İzzət və cəlalına and içir. Ne üçün Allah bu qədər belə demək mümkündürsə, bu mövzuda həssasdır? Ona görə ki, bəndəsi bir şeyə bağlananda zəifləyir və Allah istəmir ki, bəndəsi zəif olsun. Allah bəndəsinin zəifliyini istəmir. Çünki Allah qüdrətli bir insan yaradıb. İnsan qüdrət sahibidir. İnsan əzəmətli bir varlıqdır. Allah istəmir bəndəsi zəifləsin, aciz olsun. İstəyir ki, bəndəsi qüdrət sahibi olsun, qüdrətli olsun. İnsan elə uca bir varlıqdır ki, Allah insana deyir ki, səni özüm kimi edərəm. Özüm kimi edərəm, yəni sən o qədər qüdrətə çata bilərsən ki, nə istəsən, nə iradə eləsən, aləm sənin iradəvə tabi olar. İnsan asıllıqlardan qopduqda bir qüdrət nöqtəsinə bağlanır. Allah insanı belə yaradıb ki, insan bir nöqtəyə bağlanmalıdır. Ruh 50 dənə yerə parçalandısa, ruh zəifləyir. Hər şeyə biraz enerji sərf eləyir. Təsəvvür edin, 100 dənə bağlılıqlar var. Dosta bağlanıb, filana bağlanıb, nə qədər sayırsan say, bu bağlılıqlar enerjisini alır ruhun. Burada dərhal sual yaranır ki, bəs necə? İnsan ancaq Allaha bağlansın, başqalarını sevməsin, quru bir, soyuq bir varlıq kimi gəlsin, heç nəyə sevgi bəsləməsin. Xeyr, belə deyilmir. Deyirsən, hər şeydən qop, hər şeydən qop. Bitiş Allaha, Allaha bitişməklə hər şeyə təzdən bitişirsən. Təzdən daha şiddətli eşqlə başlayırsan hər şeyi sevməyə. Hətta cansız əşyaları belə. Sən əvvəl qırıl, kəsil, qop bütün bu canlılardan. Bitiş Allaha, Allaha bitişəndən sonra Allahın sevgisi varlığa nə qədər şiddətlidir. Sən də o sevgidən pay alıb başlayırsan hər şeyi sevməyə. Bu səndə artıq asıllıq yaratmır. Sən həm azadsan, həm varlığı sevirsən. Daha şiddətli sevirsən. Çünki bir eşqin içində yerləşdirmirsən. Hamısı bir məhəbbətin içindədir. Bir sevginin içindədir. Sən hətta İbrahim də olsan, İbrahim Peyğəmbər, mütləq İsmailı qurban gətirməlisən. Sənin İsmailların çoxdur. Həyat ona görə verilib ki, bu İsmailları bir-bir qurban verəsən. Bir-bir kəsəsən. Söhbət fiziki qurbandan getmir. Daxildə olan o bağlılıqları kəsəsən. Məsələ bundadır. Allah istəyir ki, biz ruhi baxımdan, fikri baxımdan müstəqil olaq. Hətta maddi baxımdan müstəqil olaq. Keçən dəfə dedim, hədislər deyir, bacardığınız qədər kiminsə işçisi olmayın. Bacardığınız qədər. Öz ayağınızın üstündə durun, sahibkar olun. İşin sahibi olun. Öz ayağının üstündə dur. İmam Sadiq əleyhissalamdan soruşdular ki, siz niyə sərmayəvizi müxtəlif işlərə qoyursunuz? İmamların da sərmayəsi olur və işlərə yönəldiblər. Niyə bir işə yox, məsələn 5-10 işə yönəldirsiniz? İmam buyurdu ona görə ki, biri iflas eləsə, başqa yerdən qazanın. Biri iflasa uğrasa. Hətta bir işdən asılı olmayayım. Bir işdən asılı vəziyyətdə olmayayım. Bu da asıllığın bir növüdür. Bura qədər imamlar diqqət eləyib bu mövzuya. Mövzunu böyüdəsən, cəmiyyətlər də belədir, dövlətlər də belədir. Bəzi dövlətlər var ki, istəyir, hamısı onlardan asılı olsun. Bunun üçün bunun uğrunda mübarizə aparırlar dünyada. Adını nə qoyurlarsa qoysunlar, fərq eləmir. Məqsədləri dövlətləri özlərindən asılı vəziyyətə gətirməkdir. Və heç bir xalq, cəmiyyət, dövlət asılı vəziyyətdə heç bir yerə gedib çata bilməz. Mümkün deyil çatsın. Zahirən 5-10 dənə uğur qazana bilər, amma köklü, fundamental heç bir inkişafa çata bilməz. Mümkünsüzdür bu.
Çünki asılıdır, tam bağlıdır. Görürsünüz, mövzu həm irfanidir, həm iqtisadidir, həm ictimaidir, həm fərdidir, mənəvidir. Hər şeyi əhatə edən bir mövzudur. Allah bu mövzuya çox həssas yanaşır, bu məsələyə. Bəli, insan həyatı zəiflik və asıllıqla başlayır. Və həyat fəlsəfəsi nədir? Həyat fəlsəfəsi budur ki, insan həyat müddətində bir-bir asıllıqlardan qopmalıdır. Bax, bunun üçün biz yaşayırıq. Asıllıqları, bizi bağlayan bağları kəsməklə məşğul olmalıyıq. Biz bunun üçün varıq. Hər şeydən qopub bir qüdrət mərkəzinə bağlanmaq, bizdən bu tələb olunur həyatda. Namaz qılmaqdırsa bunun üçündür. Oruç tutmaqdırsa bunun üçündür. Bütün ibadətlər bunun üçündür. Başqalarından qopardıb bir mərkəzə bağlamaq üçündür insanı. Məqsəd budur. Namaz gəlir, məsələn, səhər sübh vaxtında azan verilir. Nə üçün? Yuxudan qopardır səni. Yuxuya bağlılığı kəsir. Bir bax kəsildi. Günorta namazıdır, saat 1-də. Hansısa bir işlə məşğulsan. O işdən qopardır səni. Bağlılığın birazında kəsdi. Axşam namazı ilə gəlmisən, yorulmusan, dincəlmək istəyirsən, rahatlıq istəyirsən, ayağı uzadırsan, rahatlıqdan qopardır səni. Bu qopma əməliyyatını hər gün icra edir. Ona görə deyir, namaz vacibdir, gündə qılınmalıdır. Çünki bu qopma elə məsələdir ki, bunun başını buraxsan, dərhal bağlanırsan, insan belədir. Bir gün nəzarətdən qıraqda qalsa, ürəyi elədir. Gah ona bağlanır, gah buna bağlanır. Ona görə deyək, ən azı 17 rükət namazla sən bu bağlılıqları o tənzimlə, qayçıla. Bunu bir gün buraxanda böyüyür. Bu kəndirlər qalınlaşır. İnsan ruhu belə yaranıb, belə xəlq olunub. İnsan bütün mərkəzlərdən kəsilir, bir mərkəzə bağlanır. Bu həyat fəlsəfəsidir. Tövhid budur. La ilahə illallah. Bu tövhid kəlməsidir. Dinin əlifbasıdır, dinin təməlidir, dinin həqiqətidir. La ilahə, Allah, yoxdur Allah. Belə deyək, hərfi tərcümə eləsək, belə tərcümə edirik də, biz deyirik ki, Allahdan başqa Allah yoxdur. Amma hərfi tərcümə eləsək, la ilahə, yoxdur Allah, Allahdan başqa. Yəni, yoxdur, başqalarından əvvəl qop, sonra Allahı təsdiq elə. İnkar et, qırıl başqa şeylərdən, birləş Allaha. Qopub bitişməkdən söhbət gedir. Ona görə lə əvvəldə gəlir, lə yox deməkdir, ərəb dilindən tərcümə edir. Lə yəni yox. Lə iləhə, yoxdur Allah, Allahdan başqa. Əvvəl yoxdur Allahı qəlbin təsdiq eləsin, başqalarına yox de, qop, kəsil, qırıl, sonra bitiş Allaha və ol müstəqil, azad. Bax, bu sənin yaradılış məqsədindir. Sən azad olmaq üçün, müstəqil olmaq üçün xəlq olunmusan. Həyat sənə bunun üçün verilib. Və son nəfəsində can verəcək hamı. Ölüm qaçılmazdır. Hamımız bilirik, ölüm qaçılmazdır. Kullu nəfsin zaiqatul maut. Bütün canlılar ölümü dadacaq. İnsan xoşlamır bunu eşitsin, amma bu belədir. Həyatın reallığıdır. Hamını bir gün dünya ilə vida anı gözləyir. Ölüm nədir? Ölüm tam qopmadır. Dünyadan, hər şeydən qopardır səni, aparır. Və sən sağlığında könüllü qopmamsansa, özün özünü qopartmamsansa, ölüm sənə çətin olur. Çünki sənin ürəyində nə qədər bağlar var. Ölüm gəlir, səni dartır, o dəfə dediyim kimi, kök salmış ağacı necə dartıb, xüsusi bir gərək maşın gəlsin ki, onu dartıb qopartsın, qopa bilmir. Çünki sağlığında, diriliyində əgər özü bağlarını bağlasaydı, kəssəydi daha doğrusu, qopsaydı, ölüm bir anın içində rahat, ruhu rahat ayrılacaqdı. Çünki onu bitişdirən, yerə çəkən bir şey qalmayıb. Bu həyatı belə tərcümə elədim mən. Həyat budur ki, axırda heç nə səni dünyaya bağlamasın. Elə rahat gedəsən ki, heç elə bildin ki, ona görə mömin təəccüb eləyir öləndə ki, ölüm buymuş.
Elə bir ayağımı qoydum, bir aləmdən keçdim başqa aləmə. Bir yerdən başqa bir yerə keçdim. Amma bəzilərdə var, o qədər 100 dənə şeyə bağlanıb, ölüm gələndə gözü qalır, fəryad eləyir, etiraz eləyir, narahat olur, qopa bilmir, ağır keçirdir. Söhbət fiziki can vermədən getmir. Ola bilər ki, biri xəstəlikdən bir ay əziyyət çəksin. Bundan söhbət getmir. Mənəvi halı çətin olur ölüm anında. Birinci mərhələ Allahdan qeyrisindən qopmaqdır və bu qopma uzun müddət davam eləməlidir. Son nəfəsvə qədər davam eləməlidir. Hamımız Ayətül Kürsünü oxuyuruq. Ayətül Kürsü Quranın canıdır. Quran-ı Kərimi Ayətül Kürsüyə sığışdırıb Allah. Ayətül Kürsüdə belə bir cümlə var. فَمَنْ يَكْفُرْ بِالْتَاغُوتِ وَيُؤْمِنْ بِاللّٰهِ Buyurur ki, kim tağuta kafir olsa, tağut nədir? Allahdan qeyri bütün qüdrətlərə, Allahdan qeyri bütün güclərə kafir ol, əvvəl bu gəlir. فَمَنْ يَكْفُرْ بِالْتَاغُوتِ sonra deyir və yu'min billah və Allaha iman gətirsə. Allahdan qeyri qüdrətlərə kafir olmalısan, üsyan etməlisən, yəni mənəvi baxımdan qəbul etməməlisən. فَمَنْ يَكْفُرْ بِالْتَاغُوتِ əvvəl bu gəlir. Qopdun və yu'min billah. Sonra bitişmə gəlir. Bunlardan qopub bitişirsən Allaha, nəticə nədir? Fəqəd istəmsəkə bil-urvətil vusqa. Möhkəm ipdən yapışdı bu adam. Bu adam qüdrət mənbəyinə çatdı. Lənfisamə laha. Qırılmaz bir ipdir. Əlində özü üçün bir dayaq nöqtəsi tapdı. Möhkəm dayaq nöqtəsi. Öz ayaq üstə durub möhkəmdir. Sarsılmazdı yanıb. Heç nə onu ayaqdan sala bilmir. İcazə versək, sadə xalq dilində danışsaq, cəmaatın bəzi sözləri var, ədəbsizlik olmasın da bu minbərdən bunu demək, amma elə rəsmi deyil axı bizim çıxışımız. Bizi dinləyən də xalqdır, evlərdən bizə baxan insanlardır. Xalqımızın belə sözü var, üzr istəyirəm deyib, bunu nənəm də eləyər. Bəzi işlər var ki, çox asandır, deyir, nənəm də eləyər bunu. Quranda bu məzmunda ayə var ki, sadə dillə desək, nənəm də eləyər. O nədir? Buyurur ki, elə ki, bir gəmidə siz gedirsiniz, gəmi batmaq istəyir. Yəni, batır. Görürsən, batır. Quran buyurur ki, dəavullah muxlisin. Elə yerdə hamısı Allahı çağırır, xalis niyyətlə. Hamı Allahı çağırır. Ayədən belə başa düşülür ki, yəni bunu hamı eləyər. Bu çox asan məsələdir. Bir halda ki, xarici şərait səni hər şeydən qopartdı, bəla, onda da əlac qalmır ki, hamı. Hətta deyirlər, ateistlər də, o vaxt Allahı dananlar da özündən asılı olmayıb Allaha sığınır. Çünki şərait onu vadar elədi. Dənizdə gəminin batmağı onu avtomatik qırdı hər şeydən, bütün bağlılıqlardan. Bəlanın şiddəti adamı asıllıqlardan qopardanda, ya Allah demək, Quran deyir ki, sadə dillə desək, siz, yəni ay insanlar, siz demişkən onu nənəm də eləyər. Onu hamı eləyər. O hamının əlindən gələr. O çox sadə məsələdir. Hünər nədir bəs? Hünər budur ki, pul cibində, qüdrət əlində, dostun, tanışın, arxon, dayağın, bütün bunlar zahiri şərait hamısı sənin xeyrivədir, amma sən bağlanmayasan. Dənizdə necə yalvarırdın batanda, elə o halda Allaha bağlanasan. Şərait sənin xeyrivi olanda da, qüdrətlər sənin yanında olanda da, hər bir halda. Biri var, şərait səni buna vadar eləyə. Biri var, sən şəraitə hakim olasan. Sənin cibində pul ola pula söykənməyəsən. Deyirik ki, səcdə elə denən ki, İrham abdəkəl fəqir, fəqir bəndə və kasıb bəndə və rəhm elə. Kasıb burada nə mənadadır? Deyə bilərsən, mənim cibimdə $1000 var, mənim haram kasıbdır. Fəqir, yəni, mən səndən qopanda heç nəyəm. Mən sənin fəqirinəm. Ancaq sənin. Mən səndən başqa heç nəyim yoxdur. Arxalanacağım bir şeyim yoxdur.
Mömin deyir, dağ kimi olar, kəlcəbəlir rasix, möhkəm olar. Necə olur adam möhkəm olsun? Gərək bağlılıqları kəsəsən, yoxsa zəif olacaqsan. Ona bağlan, buna bağlan. 100 dənə şeyə qəlbindən bağ atmısan, kəndir atmısan, sən necə ola bilərsən qüdrətli olasan? Hərəsi bir tərəfə çəkəcək səni. Sən ayaq üstə diyana bilməyəcəksən. Yıxılacaqsan. Din bizə bunu başa salır ki, Allahdan başqa heç kəsdə qüdrət yoxdur. La havla və la quvvətə illa billah. Heç kəsdə qüdrət yoxdur. Bəs axı, necə qüdrət yoxdur? Oyun çıxardır axı. Filan dövlət qüdrətlidir, güclüdür, vurur, dağıdır, uçurdur. Sən onu ne üçün qüdrətli görürsən? Ona görə ki, sən qüdrəti tapmamsan. Nə qədər çox adam inansa ki, Allahdan başqa heç kəsdə qüdrət yoxdur, o qüdrət sahibləri heç nə eləyə bilməz insanlara. Çünki o qüdrət sahibi deyil, əslində. O niyə görə cövlan eləyə bilir? Çünki sən inanmamsan. O sənin zəifliyindən istifadə edir. Sən güclü olsan, o gücsüzdür. Onun gücü yoxdur. O güclü deyil, sən zəifsən. Sən acizsən. Sən gücsüzsən. Allah Quranda cəmaatın qorxduğu qüdrətləri birisini necə adlandırır? Deyir, onların qurduğu güc, qüdrət hörümçək toru kimidir. Gör, necə təhqir eləyir? Sən ki, əsirsən, titriyirsən qarşısında, qorxursan ondan, hörümçək toru kimidir o. Onun heç bir qüdrəti yoxdur. Allah Quranda İbrahim Peyğəmbərdən elə belə danışır, nağıl danışır ki, oxuyun əylənin də İbrahimin qissəsi, Yusufin qissəsi. Əstağfurullah, nəuzubillah, Quran nağıl kitabıdır. Yox. Hər hadisəsində ibrət var. Hər bir hadisəsində. Bütün şəhər bütə ibadət eləyir. Şəhər əhalisi asılı vəziyyətdədir, aciz cəmaatdır. İbrahim tək başına girir bütxanaya, bütlərin hamısını qırır. Bax, həmin mövzumuza aiddir bu. Bütlər nədir? Cəmaatın asıllıqlarının maddi təcəssümüdür. Cəmaatın asıllıqlarını qırmağa gedir. Onların təcəssümlərini qırır. Balta əlində tək. Müstəqil adam belədir, bax, qüdrətlidir. Heç nədən çəkinəcəyi yoxdur, heç nədən gözü kölgəli deyil, bağlılığı yoxdur, azaddır, ruhu azaddır. Gəlirlər, od qalırlar Həzrəti İbrahimi yandırmaq üçün ki, o bizim bütlərimizi sındırıb. Həzrəti İbrahim istəyir gecə gündüz ki, bu cəmiyyət, bu insanlar qüdrətli olsun, müstəqil olsun, asılı olmasın, bağlı olmasın. Bunlar başa düşmür. Bunlar da od qalır, bunu oda atmağa. Görün, nə qədər qüdrətli kişidir Həzrəti İbrahim. Bir şəhər əhalisi tək başına od qalıyıb, od yanır, nə boyda tonqal. Atırlar onu, Quran danışır bunu bizə. Atırlar bunu oda, o qədər aslı deyil, heç nədən, kənardan heç nə ona təsir eləyə bilmir. Qüdrət mənbəyini tapıb. Ayağını atır ki, girsin, oda daxil olsun. Allah əl çəkmir, yenə də Peyğəmbərini imtihana çəkir. Yenə də sübut eləmək istəyir ki, görün necə azaddır bu insan. Mələk gəlir, Mələk Cəbrail əleyhissalam. Bu oda düşəndə deyir ki, mən nə sözün qulluğun? Kömək istəyirsən, eləyim sənə. Həzrət İbrahim deyir, mən ehtiyaclıyam, düzdür, amma sənə yox. Səni məni yaradana ehtiyaclıyam. Mənim səndən asılacağım yoxdur. Sənlik deyil, sən çəkil bir kənara. Belə deyir, Bismillah deyir, oda daxil olur. Quran deyir, od İbrahimi yandırmadı. Rəmzi mənalar var. Yəni, bu qədər qüdrətli kişidir ki, mühit, kənar ona təsir eləyə bilmədi, zərbə vura bilmədi. O qədər müstəqil adamdır ki, oddan da çəkinmədi. O da qətiyyətli şəkildə
qədəm qoydu. Bu odun üzərində çox danışmaq olar. Vaxt yoxdur. Mən çox uzun uzadı burada saatlarla danışmaq istəmirəm. Məclis əzadarlıq məclisidir. Mən buna məclis deyirəm, çünki mənim əqidəmcə, yenə deyirəm, harada indi buna baxırlarsa, bu bir məclisdir. Tam bir məclisdir. Bu məclis evləri əhatə eləyən bir məclisdir ki, əslində, yəni bir mərkəzə bitişib, o da mərkəz İmam Hüseyndir. Ona görə də məclisimizin dairəsi genişdir, hətta bəzi ölkələrdən də ola bilsin, qoşulsunlar. Daha geniş məclisdir bu. Bu məclisin vaxtını çox tutmaq istəmirəm. Ona görə İbrahim Peyğəmbər oldu tövhid qəhrəmanı. Tövhid qəhrəmanıdır. Heç kəsdən və heç nədən aslı olmayan təkallahlığın mənası budur. Hər şeydən müstəqil olub Allaha bitişmək. Bu barədə danışırıq biz Məhərrəm ayında. Allah ömür versə qalan günlərdə yaxşı, mənalı, məzmunlu söhbətlər var ki, yenə də hər ilki kimi mən çatdırmayacam, görürəm. Hər il mövzunu adam açır, görürsən söz gedir ora, bura, əsas mətləbi, indi mən çalışıram əsas mətləbi açım, amma yenə də lazım olan nöqtələr qalır, yığılır qalır, bir gün deyirəm elə hər Məhərrəmdən yığılan qalan nöqtələri ardıcıl danışsaq, xeyli danışa bilərik. Bir söz deyim, mənə diqqət eləsin hamı. Kim nə işlə məşğuldursa onu 5 dəqiqəlik qoysun və mənə diqqət eləsin. Bunu, yəni bugünkü söhbətimizin məğzi budur. Kökü, əsası budur. İndi deyəcəyim bir neçə cümlədir. O cümlə nədən ibarətdir? Bizim üçün, bizim müstəqilliyimiz o qədər mühümdir, üzr istəyirəm, Allah üçün bizim müstəqilliyimiz o qədər mühümdir, o qədər vacibdir ki, Allah özü ilə münasibətdə də buna uyğun davranır. Nə demək istəyirəm, indi izah eləyim. Sən namaz qılırsan, Allah dərhal mükafat vermir. Sən dua eləyirsən, Allah dərhal qəbul eləmir. Sənin nəyəsə ehtiyacın var, çətinliyin var, Allah həll eləmir. Niyə? Sözün incəliyinə baxın. Allah onu demək istəyir ki, hətta mənlə də münasibətdə nemətlərimdən asılı olub mənə bəndəlik eləmə. Bu qədər müstəqil ol. Hətta mənlə münasibətlərdə də nemətlərimdən asılı olma. Elə məsələn, mən indi namaz qıldım, səhər mükafatını versələr, çox adam namaz qılar. Nəticədə sən neymətin əsiri oldun, yenə də müstəqil olmadın, yenə də azad olmadın. Allah istəyir ki, ona düşüncə ilə bağlanasan, qəlblə bağlanasan, hansısa kənar amil, hətta özünün neymət verməyi belə səndə asıllıq yaratmasın. İmam Hüseyn məclisinə gəlirsən, Allah qismət eləsin tezliylə, inşallah insanlar iştirak eləyə bilsin. Gedirsən İmam Hüseyn məclisinə, ya indi evdən oturmuşsan məclisdəsən, qoşulmuşsan bu məclisə. Hacətin var, yerinə yetmir. Gəlirsən, deyirsən, İlahi İmam Hüseynə xatir filan istəyimi ver, vermir. Dua edirsən, vermir. Yerinə yetirmir. İmam Hüseynə təvəssül edirsən ki, ağa, mənim hacətim var, mənim məsələn, övladım xəstədir, ona şəfa istəyirəm, Allahdan istə şəfa versin, vermir. Sonra İmam Hüseyn göstərir əzadarlar Allaha, deyir, görürsən, ilahi, bunlar azad kişilərdir, azad müstəqil adamlardır. Bunlar hacətdən asılı bəndəli eləmirlər. Mən bunlara yox cavabı da versəm, bunlar deyir, nə olsun ki, mənim bəyəm, mən asılıyam bəyəm ki, sən mənə nəsə verəsən, sənə bəndəli eləyim, ya səni seveyim İmam Hüseyni, ya da Allaha bəndəli eləyim. Allah heç kəsə göstərməsin, məsələn, uşağı xəstədir, Allah göstərməsin, dua eləyir məclislərdə, şəfa tapmır, uşaq dünyasını dəyişir, Məhərrəm gəlir, bu yenə gəlib, bu yenə gəlib. İmam Hüseyin deyir, Allaha görürsən, bu yenə gəldi. Bu mənə özü şuurlu bağlanıb,
müstəqil bağlanıb. Bunu mənə hacəti bağlamayıb ki, məsələn, olanda ruhlansın, olmayanda küssün, yox. Bu məni tanıyıb, məni tapıb və Allah bəzən buna görə hacətlərimizi gecikdirir ki, biz müstəqil olaq. Və ümumiyyətlə Allah bəndələrini belə yetişdirmək üçün mükafatın çoxunu aparıb qiyamətə. Çünki sən eləyən kimi dərhal mükafat alsaydın, sən mükafatdan asılı bəndəli eləyərdin. Bu isə müstəqil adam deyil. Bu asılı və aciz adamdır. Bu seçim eləyib özü müstəqil şəkildə, azad şəkildə. Hətta Allah nemətləri ilə də bizim seçimlərimizə mane olmaq istəmir. Kaş bu mövzu açılardı, kaş hamı bunu başa düşərdi, kaş bunu anlatmaq mümkün olardı. Mən sizə irfanın zirvəsindən danışıram ki, bu İslam istəyən insandır. Ona görə deyirlər ki, mən nə qədər dua elədim, qəbul olmadı. Özü elə eləyir, qəbul eləmir. Demirəm, həmişə mütləq qəbul eləməyəcək. Yox, hacət var ki, elə dilindən çıxır, qəbul olur. O özü bilir hardan necə. Amma prinsip belədir ümumilikdə ki, sənin mənəvi işlərinin nəticəsini sənə dərhal vermir ki, səndə asıllıq yaranacaq, sən yenə azad olmayacaqsan. Yaradılışın nəticəsi olmayacaq. Yaradılışın nəticəsi, məqsədi bu idi. Məqsədi bu idi. Tərbiyədə də bu mühümdür. Deyirlər, uşaqlarınızı təşviq eləyəndə yaxşı iş görən kimi dərhal mükafat verməyin. Pis iş görən kimi dərhal cəzalandırmayın. Pis öyrəşəcək. Sonra həvəsdən düşəcək. Mükafatdan aslı ruhiyyədə olacaq. Onda kənardan ona əl çalmayanda ruhdan düşəcək. Amma sən müstəqil böyüdür. Bir gün lap 2 alıb gəlib evə, sən ona hörmət göstər, məhəbbət göstər ki, asılı olmasın. Və yaxud da bir gündə yaxşı qiymət alıb dərhal mükafat vermə. Elə adi qaydada davran. Qoy bilsin ki, 5 almaq heç hökmən mükafat üçün deyil. Oxumusan, almısan, yaxşı eləmişsən. Demirəm, laf soyuq davran. Biraz təşviq elə, amma təşviq eləməkdə və tənbih eləməkdə ifrata getməyin deyib din. Biraz azadlıq verin uşaqlarınıza. Göz yumun, dərhal cəzalandırmayın. Çünki onda aslı vəziyyətə düşür. Cəzadan və mükafatdan. Çox mühüm mövzudur, çox mühüm məsələdir. Çox mühüm məsələdir. Dua eləyirsən, qəbul eləmir. Dua eləyirsən, qəbul eləmir. Ürəyində bir incilik yaranır, narahatlıq yaranır. Qopmaq istəyirsən, qopmursan, qalırsan. Ta o vaxta qədər ki, duadan müstəqil olasan. Yəni ona bağlılığında hacətin rol oynamasın. Və bunu istəyirsən də yaratsın. O qədər sevir ki, biz müstəqil olaq. Sən desin, kömək eləsən də sənin bəndönəm, eləməsən də. Hacətimi versən də, verməsən də. Mən şuurlu seçim eləmişəm. Mən azad olaraq sənə bağlanmışam, azad şəkildə. Bax, müstəqillik budur. O qədər gecikdirib Allah köməyi. Quranda oxuya bilərsiniz. Təəccüblü yerdir, bax bu Quranın. Gecikdirib möminlər sıxıntıda, əziyyətdə, imtihan dalıca peyğəmbərlər fəryad eləyib. Mətə nəsrallah, nə vaxt gələcək Allahın köməyi? Cavaba bax. Demir ki, çağıran kimi. Cavab verir, əla innən nəsrəllah qərib. Yaxında gələr inşallah. Hələ daha Peyğəmbər dilə gəlib sıxıntıdan. Peyğəmbər dilə gəlib, da Peyğəmbər o boyda dözməklə. Yenə də demir, Peyğəmbər fəryad eləyən kimi dadına çatdıq. Cavab verir ki, gələr inşallah. O qədər müstəqil olasan, o qədər azad olasan. İmam Hüseyin məclisi bu işi görür bizim ruhumuz üzərində. Dedim, yenə də deyirəm bugün. Biləsiniz ki, nə qədər önəmli məclisdir bu məclis. Nə qədər dəyərli məclisdir bu məclis. Mən xahiş edirəm məni dinləyən adamlardan məclisin müəyyən məqamında diqqət kəsilin, qərq olun məclisin özünə. Qərq olun. İndi məddahlarımız oxuyur, hal yaranır bizdə qəribə. Qəribə hal yaranır. Elə ki, özünü o məclisə tabi elədin, o sənin ruhunda bir hal yaradır ki, sən birdən görürsən ki, hər şeydən qopmusan, bağlanmısan mərkəzə, Allaha.
Bu iş bu qədər asan imiş ki, bir dənə rozəyə qulaq asmaqla yaranır. Xeyr, bu iş çox çətindir. Neçə ildir qopa bilmirik. İmam Hüseynin lütfüdür ki, deyib bu işin əziyyətli hissəsi nə qədərdir? Hamısını ver mənə, əziyyətlər mənim olsun. Bir-bir əzizlərim doğransın. Bütün çətinliklər mənim olsun. Bu bir məclisdə o çətin proses bunlar üçün asanlaşsın. Bunlar otursun sadəcə, özdə ləzzətli hal olur. Mənə yazırlar hər gün ki, nə ləzzətli məclis idi. Görmüsünüz ki, adam qəmlənməkdən ləzzət alsın. Qəmlənməkdən ləzzət alanlar xəstə adamlar olar, naqis adamlar olar. Məsələ burasındadır ki, bu başqa növ qəmdir, bu başqa cür qəmdir. Bu başqa qəmdir, yoxsa ki, adam qəmə meyillidirsə, onda bir xəstəlik var. Zarımağa meyillidirsə, yox, bu başqa cür qəmdir. Bu şadlıqla qarışmış qəmdir. Ona görə deyirlər, bu mərsiyə nəcəb biraz belə oldu. Deyirəm ki, bu sırf ağı acı deyil. Bəli, bunun matəm yönü var. Amma bu həm də ruhu vəzdə gətirən qəmdir. Neynir bu ruhun üzərində? Bu ruhun üzərində belə bir iş görür ki, sən oturursan, həm ləzzət alırsan, deyir, gözəl məclis keçdi. Gözəl, yəni ləzzət aldım. Həm ləzzət alırsan, həm də o proses ki, sən qopmalıydın, neçə illər ərzində mübarizə aparmalıydın, o istəkdən, bu istəkdən, nə qədər çətindir, onu bir anın içində əziyyətsiz İmam Hüseyin eləyir məclisində. Və İmam Hüseyin məclisinin gözəlliyi bundadır. Qopardır səni hər şeydən. Birdən görürsən, keç olmasa 10 dəqiqə məclisdə sən müstəqilsən. Hər şey yadından çıxıb. Bütün bağlılıqlardan qopmusan. İrfanın zirvəsidir ona görə Hüseynin məclisi. Ona görə ariflər hamısı deyib ki, bu məclislərdən qafil olmayın. Çünki bu sizin ruhunuzda o işi görür, o bağlılıqlardan qopardır səni. İmam Hüseyin özü də, səhabəsi də belə idi çünki. Biz gəlib otururuq məclisində ya evimizdə oturub baxırıq, iştirakçıyıq da biz. Mən zəmanət verirəm. Allahın lütfüne arxain olub bunu deyirəm. Bugünkü bu xəstəliklə əlaqədar insanlar məscidə gələ bilmir. Amma nə qədər insanın ürəyi döyünür, yazırlar ki, Allah qismət eləsin, biz də iştirak eləyə bilək. Mən zəmanət verirəm, mən Allahı belə tanımışam, İmam Hüseyni belə tanımışam ki, bugün evindən bu məclisə qoşulan insanların hamısı elə məclisdə iştirak eləmiş kimidir, bəlkə də ondan artıq. Çünki həsrət də var ürəyində. Həsrət də var. Bu məclis çox şərafətli məclisdir. Şəxsən mənim üçün də çox əzizdir. Mən nə əldə eləmişəmsə həyatda, nə əldə eləmişəm tam, nəsə əldə eləmişəmsə, nəsə. Yaxın adamlar da bunu bilir. Mən bu məclislərə borcluyam. Mən izah eləyə bilmirəm ki, Allah mənə nə lütflər eləyib. Nələr əldə eləmişəm, mənəvi baxımdan, mənim məqamım yoxdur ki, nəsə əldə eləmişəm. Mənəvi feyz baxımından o qədər fəzilətli məclisdir, o qədər dəyərli məclisdir. Heç nəylə izah eləmək olmur. Ümumiyyətlə, İmam Hüseynin adına bağlı hər şey belədir. Kərbəlası da belədir. Allah qismət eləsin. Elə hərəminə daxil olursan, deyirsən, ilahi, bu nə daxil? Bu daş həmin daş, divar həmin divar, dəmir həmin dəmir, nə baş verir? Görürsən ki, bir feyz aləminə daxil olursan. Ne üçün? Çünki bir anın içində səni əziyyətsiz yox, halla, keyflə qopardır. Ləzzət alırsan, həm də qopursan, hər şeydən qopursan. Asıllıqların, bağlılıqların hamısı kəsilir. İmam Hüseyin özü də səhabəsi də belə idi. İmam Hüseyin Allahdan başqa heç nəyə arxain deyil idi ki, bu qədər qəlbləri fəth eləyə bilib. İmam Hüseynin Allahdan başqa söykənəcəyi yoxdur. Keçmişdə mən demişəm, bir şəhər əhalisi bir nəfərə məktub yazıb ki, gəl sənə kömək eləyək, bir şəhərin əhalisi. Gəl sənə kömək eləyək, qalxaq, filan işi görək. Bu adam da gedir o şəhərə tərəf, yolda deyirlər ki, şəhərin hamısı sənə dönük çıxıb, satılıb hamısı, hamısı. Bu da balaca dəstə adamdan gedir. Adam o şəhər əhalisinə bağlı olsa nə günə düşər? Deyər, vay mən neyniyəcəm, mən bunlara inanmışdım, vay mənim halıma, mən neyniyəcəm, niyə başladım bu işi, bunlar nə namərd adamlardır. İmam Hüseyin Kərbəla yolunda Kufəyə tərəf gedir, elçi gəlir yolda, deyir ki, sənin nümayəndən olan Müslim ibn Əqil, əmin oğlunu ki, elçi göndərmişdin Kufə şəhərinə, onu öldürdülər, sənə məktub yazıb çağıranlar. Sənə məktub yazıb çağıranlar onu qətlə yetirdilər
və hamısı dönük çıxdı sənə, bütöv şəhər. Reaksiyaya bax, oturur, ayə oxuyur. Aram, rahat, sakit. Minəl mu'mininə ricalun sədəqu ma ahədullah iləyh. Və minhum mən qəda nəhbəh. Və minhum mən yəntəzir. Möminlərdən elələri var, ayənin aramlığa bax qəlbdə. Möminlərdən elələri var, öz əhdlərinə sadiq qalıb şəhid oldular. Bəziləri də şəhidliyi gözləməkdədir. Və mə bəddəlu təbdilə. Onlar verdiyi sözdən dönməzlər. Yəni, müslümi şəhid eləyiblər, olub. Yanır qardaşına, amma şəhər dönüyü çıxıb, Hüseyin bəyəm əvvəldən Kufəyə söykənmişdi ki, Kufə dönüyü çıxanda narahat olsun. Müstəqil, qüdrətli ruha sahib olan adamdır. Allah istəyir bu işi görüm, görürəm. Hamı mənə kömək eləyəcək, özlərinə yaxşı kömək eləməyəcək, mən heç itirməmişəm. Mən azadam, mən kiməsə bağlı deyildim, mən lazım olanı elədim, vəssalam. Tək başına da olsam, lazım olanı elədim. Kufə dönüy çıxır, çıxsın, yanımdakılar gedir, getsin, tək qalım. Əsas o da lazım olanı eləyirəm. Lazım olanı eləyirəm. Gör, nə qədər qüdrət var bu kişinin ruhunda. O dəfə dedim, kaş bütün ruhanilər birinci özümə deyirəm, bax bu ruhiyyəyə sahib olar. Mən lazım olanı deyirəm, lazım olanı eləyirəm. Kaş belə bir əhvalda olardı. Cəmaat bəyənər, nə yaxşı, bəyənməz, nə yaxşı. Mən lazım olanı eləyirəm. Axı, sən bunu desən, neçə yüz adam qopub gedəcək başqa səmtə. Sənə dönük olacaq, olsun. Hamı dönük olsun. Mən əgər düz eləyirəmsə, hamı qoysun, getsin. Nə danışır, danışsın. Səhv eləyirəmsə heç bir nəfər danışmasa da, hamı alqışlasa da səhv eləyirəmsə səhvdir. O alqış dadıma çatmaz mənim. Bu ruhiyyəni istəyir Allah insanlarda olsun. Bu əhval ruhiyyədə olsun insanlar. Aramdır, Kufə dönüyü çıxıb çıxsın. Oğlu da belədir. Birdən deyir ki, inna lillah və inna ileyhi raciun, İmam Hüseyin deyir. Hamımız Allahdanıq və ona sarı dönəcək. Kərvan gedə-gedə İmam bu ayəni deyir. Bu ayəni də adətən ölüm xəbərində deyərlər. Deyirlər, görürsən İmam Hüseyin bu ayəni niyə oxudu? Fikirləşirlər, Əli Əkbər gəlir, deyir, atacan, niyə bu ayəni oxuduz? Deyir ki, oğlum, mən səs eşitdim ki, deyir ki, bu kərvan ölümə tərəf gedir, şəhadətə tərəf. Oğlunda mərifətə bax, müstəqilliyə bax. Əvələsnə aləl haqq. Biz haqq deyilik mi? Bəli, biz haqq. İzəllə nübali bil mavt. Onda ölümdən nə qorxumuz? Bax, bu qədər azad. Əgər düz isə nə olur olsun, dünya dağılsın. Onda baxır, deyir, Allah sənə xeyirli mükafat versin, sevinir İmam Hüseyin, övladının bu mərifətinə görə, bu əzəmətinə görə. Aşura gecəsi səhabələr dayanıb 72 nəfər adam, 30 min qoşun. Aslı adam olsa bədəni titriyərdi. Biz niyə bu iş elədik? Biz elə bildik küfəllər belə eləməyəcək. Kəş gəlməzdik. Bu 72 nəfər 30 min nəhatəsində aram-aram zikir deyib, gülür, zarafat eləyir. Çünki söykənəcəklər, asıllığı yoxdur heç heç kəsdən. Deyirlər, gülürlər, düşmən təlaş içində 30 min, bu 72 nəfər aram, rahat, gözəl halda. İbadət eləyən kim, deyib gülən kim, səcdədə biri rükuda, biri Quran oxuyur. Bunlar o qədər azad idi ki, düşmən qoşununda azad olmağa layiq 30 neçə nəfər adam qalmışdı, həmin gecə onlardan qopub gəldilər, bunlara qoşuldular. Heç bir söz-söhbət olmadan, bunların halı onlara təsir göstərdi, onlar qopub gəlib bunlara qoşuldular. Tarixdə ikinci belə hadisə yoxdur. 30 mindən qopub gələsən 72 nəfərə qoşulasan. Yoxdur belə bir şey. Bunların azad ruhiyyəli olmağı onlara təsir göstərdi. Kərbəla bizi azad eləmək üçün gəlib, müstəqillik, müstəqil şəxsiyyət bəxş eləmək üçün gəlib. Gəlirəm zikri müsibətə. Amma bir yerdən başlayayım zikri müsibəti. Bizim ənənəmiz belədir də, söhbətlərimiz zikri müsibətlə bitir. Gəlirəm zikri müsibətə. Söhbətimin əvvəlində nə dedim? Söhbətimin əvvəlində dedim ki,
uşaq asılı dünyaya gəlir. Uşağın asıllığı xüsusən 3 yaşda deyirlər şiddətli olur. 3 yaşda uşağın bağlılığı çox şiddətli olur. Xüsusilə qız uşağı, xüsusilə qız uşağının xüsusilə atasına 3 yaşında bağlılığı çox olur. Qız uşağı üçün qopmaq, atadan ayrılmaq çox çətin olur, xüsusilə 3 yaşında. Hədis deyir ki, xoş o kəslərin alınır ki, qızları var. Qız uşağı neymətdir. Hədis deyir ki, kim qız uşağını sevindirsə, öz qızını, Allah qiyamətdə onu sevindirər, şad eləyər. Qiyamət qorxulu gündür, çətin gündür. Deyir, qiyamətdə Allah sevindirər, qızını sevindirənləri. Niyə görə bu qədər mükafat? Bir dənə qızı sevindirdin, Allah səni qiyamətdə sevindirir. Nəyə görə? Ona görə ki, qız uşağı çox sevinir. Xəbərin yoxdur, ürəyində nələr var. Ata ona bir xoş söz deyəndə, üzündən öpəndə qızın halından xəbərin yoxdur, necə sevinir. Qızlar olanlar bəxtəvərdir, xoşbəxtdir. Deyir, evə gələn kimi birinci get qız uşağının üzündən öp. O da başqalarına baxıb naz eləyir. Ki, atam gəldi, mənim üzümdən öpür. O qədər şad olur, o qədər sevinir. Ata birdən bir ay olmasa, bir aydan sonra gəlsə necə? Bir aydan sonra gəlsə, atanın evə girən kimi qız uşağını qucağına götürməyə toy bayramdır qız üçün. Sevincindən ürəyi diyana bilər. O qədər sevinər. Bəs birdən qız səhralarda bir ay gəzir, atasını axtarır. Çöllərdə gəzir, axtarır. Birdən xərabədə gəlir ata. Xərabənin içində. Birdən atanın başını gətirirlər. Nə hala qalar o qız? Namərdlər elə elədilər. Namərdlər kəsi başı gətirib qoydular qızın qabağına. Necə oldu uşağın halı? Mən deyirəm, siz təsəvvür eləyin. Hamının fikri məndə olsun, hamının diqqəti məndə olsun. Bu sözlər ki var, hər il biz deyirik, indi heyf ki, vəziyyət belədir, amma hər bir insan, hər bir məclisə qoşulan insandan xahiş edirəm ki, bu məqamlarda evdə də olsalar hər işini saxlasınlar, xüsusi diqqət eləsinlər, ələ düşməz hallardır. O 3 yaşlı qızın qəlb üzərində elədiyi çox şeylər var. Çox şeylər var. Deyiblər, birdən başınız yaralı olsa, əliniz yaralı olsa, deyirlər bunu ki, getməyin uşağın yanına elə. O vəziyyətdə getməyin. Har on əzilsə, getməyin uşağa tərəf elə. Çünki uşaq sənə qüdrət kimi baxır atasına. Uşaq görsə ki, atasını vurublar, qanatları qırılır. Dayaq nöqtəsini itirir. Arxasız qalır. Uşağın özünü döysən, o qədər əziyyət çəkməz ki, böyüyünü vurasan. Uşaq, atanın uşaq qabağında vurulmağı çox pis təsir edir. Qız uşağına xüsusən. Gördü, baş gəldi xeyməyə,
yaralı halda, parçalanmış halda. Ona görə dözmədi. Birdən-birə dayağını itirdi, hər şeyini itirdi. Ona görə ürəyi partladı. Özüm belə danışdım. Həzrət Əbəlfəzdən danışmalıyam. Rüqəyyədən gəldim, çıxdım Həzrət Əbəlfəzin adının üstünə. Onun ürəyini ələ gətirmək üçün Rüqəyyənin adını çəkirik, çünki onu çox istəyirdi. O qızları ümumiyyətlə çox istəyirdi, Hüseynin qızlarını, o körpə qızları. Hacətlər qapısı deyirlər Həzrət Əbəlfəzə. İnanın, kim nə əldə eləyib həyatdan böyük ariflər deyir, biz bu qapıda almışıq, nə almışıqsa Əbəlfəz qapısında. Əllamə Qazi o əzəməti ilə deyir, mən mənəviyyatımdan narazı idim, hey yol axtarırdım, bir dəfə getdim Kərbəlaya, gedirəm İmam Hüseynin ərəminə Əbəlfəz ağanın. Neçə gün getdim sərcardan, gördüm ki, yox, halım düzəlmir, düyünüm açılmır, mənim qəlbim yaxşı halda deyil. Deyir, Əbəlfəz ağanın hərəmindən gedəndə elə bir səs eşitdim ki, qayıt, kim nə qazanıbsa qazi bu qapıda qazanıb, bu qapıda əldə eləyib. Deyir, getdim, yapışdım, zərihindən gördüm, mən əl çəkməyəcəm. Gördüm ki, indi dəyişdim, o dəyişən dəyişdi. O dəyişən dəyişdi, oldu Əllamə Qazi. Nəfəs verdi Allah ona ki, o nəfəs kimə dəydisə, onu dəyişdi. Tələbələrin hamısı arifdir. Əbdus Salihdir. Bir ariflə bir adam bir evdə yaşasa, onu çox sevir. Çünki ariflər mehriban olur. Allah eləməsin, o dünyasını dəyişsə çox çətindir. Ariflərin arifi də Həzrət Əbəlfəz, uşaqlar da çox sevir onu, çünki çox mehribandır, çox sevirlər. İnandırım sizi ki, bu sevgi öldürür Əbəlfəzi. Bilir axı, qızlar onu çox sevir, onlardan necə ayrılacam, bax bu fikirdəydi. Mənim fikrimcə belədir. Əbəlfəz ağanın dərdlərindən biri buydu ki, uşaqlardan necə ayrılım ki, onlar narahat olmasın. Hərə bir cür gəlib görüşürdü. Mənə elə gəlir ki, Həzrət Əbəlfəz ona görə su dalıca gedirdi. Bir səbəb də buydu ki, gəldi xeyməyə daxil oldu, demədi mən gedirəm meydana. Dedi, gedim su gətirim, gəlirəm ki, o görüş anında uşaqların naləsini eşitməyə halı yox idi, dözümü yox idi. O qədər mehriban idi. İndi gedib hamı gözləyir. Əbəlfəz nə vaxt qayıdacaq? Hətta İmam Hüseyin də gözləyir. Çünki bilirsiniz ki, Əbəlfəz ağa şəhid olandan sonra cürət tapıb xeymələrə, qadınlara hücum elədilər. Nə qədər o var idi, uşaqlar deyir, hər dəfə gəlib onun xeyməsindən baxırdılar, onu görüb aram olurdular. Belə bir adam gedib meydana. Hamı gözləyir. Birdən qardaş səsi gəldi. Təbiidir də qardaş qardaşına deyər qardaş. Amma burada təbii deyildi. Çünki bir ömür sen nə qədər çalışdı ona qardaş demədi. O qədər təvazökar idi. Hey deyərdi Mövla, Sərvər, Ağa. Belə müraciət eləyərdi. Deyir, birdən qardaş səsini eşitdi. Bildi Əbəlfəzin səsidir. Olur bir şeyi bilirsən, amma inanmaq istəmirsən. Qardaş səsi gələndə xanım Zeynəbdən soruşur ki, bacı bu kimin səsi idi belə? Dedi, sənə Zeynəb fəda olsun, bu Əbəlfəzin səsi idi. Bircə dəfə əlini belinə qoyub İmam Hüseyin Kərbəlada, bircə dəfə. Elə ki, eşitdi, dedi, Əbəlfəzin səsidir. Deyirlər, əlini apardı, qoydu belinin üstünə. Dedi, Əl-an inkəsərə zəhri, indi belim sındı. Bu Əbəlfəzin naləsidir. Bu Əbəlfəzin fəryadıdır. Bizim şairlərdən keçən ildə demişəm, Abbasqulu ağa Bakıxanov Qudsi təxəllüsü ilə yazıb, bunu İmam Hüseynin dilindən yazıb. Hər dəm gəlir fəqanə dili zarım ağlaram. Hər dəm gəlir fəqanə dili zarım ağlaram. Soldu xəzanı zülm ilə gülzarım ağlaram. Hər məclisi əzadə məni zari binəva, ta var dilimdə qüvvəti quftarım ağlaram.
Bəzmi visalıdan məni saldı fərağət çərx, qaldı qiyam-ı məhşərə didarım ağlaram. Əhli vətən tapılmadı ta dəfnim eyliyə, qaldı fəratın üstə ələmdarım ağlaram. Qaldı fəratın üstə ələmdarım ağlaram. Gəldi başının üstünə, gördü xəcalətlidir Həzrət Əbəlfəz. Xəcalət yoğrulmuşdu onun xəmirinə, o xəcalətli idi. Həmişə özünü günahkar bilirdi. Dedi, Hüseyin bir xahişim var, məni xeymələrə aparma, mən xəcalətliyəm. Su söz vermişəm Rüqəyyəyə, üzbəöz gəlməyim, məndən su istəyəcək. Xəcalətli canıva biz fəda olaq. Həmişə haqqın qabağında xəcalətli bildin, borclu bildin özünü. Ona görə deyirlər, Rüqəyyə gəlib onun başının üstündə ağlayanda, bilirdi sudan xəcalətlidir. Deyirdi, əmi day su istəmirəm. Onun cənazəsinin üstündə deyirdi. Deyirdi, day su istəmirəm səndən. Hər il mən bunu danışıram. O dəfə dedim, 20 il hesabladım, deyəsən 30 ildir mən bu müsibətlərə işarə edirəm. 30 ildən biraz az. Bu müsibətlər hər il deyilir, hər ildə insanlar yorulmur. Bəşir deyir, gördüm bir ucaboy xanım gəlir, Bəşir əsirləri Mədiniyə gətirəndir. Deyir, gördüm bir vüqarlı xanım gəlir, bir uşağın əlindən tutub gəlir. Dedim, bu kimdir? Dedilər, Əbəlfəz anası, Ümmülbənindir. Öz-özümə dedim ki, İlahə, mən bununla necə danışım? Necə deyim, 4 oğluvu Kərbəlada öldürüblər? Necə deyim? Deyir, gəldi, elə əzəmətlə dayandı qarşımda, soruşdu ki, Bəşir, Hüseynimdən xəbər ver mənə. Deyir, dedim, heç bu Əbəlfəzi soruşmur, Fatimənin oğlunu Hüseyni soruşur. Deyir, gördüm, israrla soruşur, Hüseynimdən nə xəbər? Deyir, göz yaşı içində, dedim, xanım, başın sağ olsun, Hüseyni şəhid eləyiblər. Deyir, bunu deyəndə gördüm, əyildi, uşağı qucaqladı, Əbəlfəzin oğlunu. Dedi ki, oğlum başın sağ olsun, yetim qaldın. Deyir, mən dedim, xanım, mən demədim Əbəlfəzi öldürüblər, dedim, Hüseyni öldürüblər. Dedi, uşağa süt mən vermişəm, mən böyütmüşəm, qeyrətindən də xəbərdaram. Mümkün deyil, Hüseyin şəhid olsun, mənim balam sağ qalsın. Bu mümkün deyil. Yazırlar, xanım Zeynəb əzan məclisi təşkil eləmişdi Mədinədə. Qadınlar yığışar da bir evə ağlayar. Deyir, xanım Zeynəb ağlayırdı, birdən gördü ki, qapının kəndar tərəfindən bir doğma səs gəlir. Sakit oturub, elə hey deyir, Hüseynim vay, Hüseynim vay. Bu xanımın səsini eşidir. Həzrət Zeynəb boylandı ki, o doğma səsdir. Gəldi qapının kəndarına, gördü Ümmülbənin də Əbəlfəz ağanın anası. Dedi, burada niyə oturmuşsan? Deyib, baxdı, dedi ki, mən kənizəm, kənizlərin yeri qapının kəndarıdır. Harada oturum bəs? Özünə kəniz deyir, Zeynəb görün nə cavab verdi. Xanım Zeynəb dedi ki, anacan, axı qızın çətin günü olanda anasına sığınar. O özünə kəniz dedikcə Zeynəb ona ana deyir. Ana qoluna girdi, gəl yuxarı başa məclisin. Ondan sonra onu oturtdu, soruşdu ki, xanım Zeynəb, de görün mənim balamdan razı qaldın ya yox, dərdinə bax. De görün mənim övladımdan razı qaldın yoxsa yox. Dedi, qardaşlığın haqqını yaxşı əda elədi, xanım Zeynəb dedi. Çox fədakarlıq elədi bizim yolumuzda. Amma ürəyimdə bir gileyim qalıb sənin oğlundan. Deyir, diksindi. Dedi ki, olmaya lazım olan qədər xidmət eləyə bilməyib. Xanım Zeynəbin dilindən yazırlar. Deyir, dedi ki, bir gileyim var. Axır nəfəsində Hüseynə qardaş dedi. Amma mən çox gözlədim, bir dəfə də mənə bacı demədi. Əla lənətullah ələl qovmiz zalimin.